Mən əvvəldən gərək bunu deydim, bizə öz qucağını açıb, bizə yer verdiyi üçün və gözəl bir stol açdığı üçün Gülnarə xanıma, Nizami Muzeyinin bütün əməkdaşlarına öz təşəkkürümü bildirirəm. Və bugün Nur Ocağının bir şairəsi, qiraətçisi, gözəl Dəniz xanım da buradadır. Dəniz xanım, peki söz sizə Təşəkkür edirəm, var olasınız, dəyərli, gözəl xanımlar, hörmətli bəylər. Bugün bizim xanımımızı təbrik edirəm, uğurlarınız bol olsun, Allah yolunuzu açıq eləsin. Seyran ana başda olmaqla hər biriniz mənim üçün əzizsiniz, dəyərlisiniz. Bugün həm də teatr günüdür, teatrımızın günüdür. Bugün dəyərli xalq artistimiz Nəsibə Zeynalovun da anım günüdür. Allah onu da yeri cənnət məkan olsun. Dəyərli həmkarlarım, bugün Seyran ana qəriblikdə uzaqda olan bir yazarımızın Nizami Gəncəmiz haqqında olan şeirini səsləndirdi. Mən də Nizami Gəncəmizin haqqında demək istərdim. Nizamidir mənim babam, mən babamın mərd qızıyam. Dosta əziz, həm mehriban, düşmənlərə sərt qızıyam. Sözüm düzdür, əməlim düz, kimsəyə mən əyilmərəm. Nigarlara, həcərlərə olaram tən, əyilmərəm. Dosta vardı sədaqətim, etibardan keçir yolum. Dostlar mənim vəfalıdır, onlar mənim vuran qolum. Dalğalanıb hey coşaram, kükrəyərəm dəniz kimi. El içində ad qazandım, yaşamışam dəniz kimi. Yaşamışam dəniz kimi. Çok gözəl.